Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Qobustanda bədbəxt hadisə nəticəsində 2 nəfər ölüb. Xəbər verilir ki, hadisə günorta saatlarında Qobustan şəhəri arasında baş verib. İlkin məlumata görə 68 yaşlı Qızbacı Mədədova və onun 13 yaşlı nəvəsi Gülmalı Mədədov hamamda dəm qazından zəhərlənərək həyatlarını itiriblər. Hazırda ölümün dəqiq səbəbi və hadisənin təfərrüatı müvafiq qurumlar tərəfindən araşdırılır. Allah rəhmət eləsin, əzizlərinə, yaxınlarına səbr diləyirik. Dünən ad günümdə qızımla evdə oturdum. Beynimə qoydum ki, heç yerə çıxmayacağam. Dostlarım sən getdi ki, harası gedək, dedim ki, evdə oturmaq istəyirəm və elə də etdim. Mən oğlum Rəhmin vəfatından sonra heç vaxt ad günü etməyəcəyəm. Xəbər verilir ki, bu sözləri Müğənni İbrahim Borçalı Xəzər axşamı verilişində deyib. Oğlumun xatirinə anası və bacısı üçün yaşayıram. Kim kənardan məsləhət versə də insanın öz içi beyni var. Gülə də bilərəm, oxuyanda oynaya da bilərəm. Toyda 3 saat obraza da girirəm, amma daxildə o deyil. Evə gedəndə tam başqa oluram. Qeyd də ki, Rəhim bir neçə il əvvəl Gürcüstanda avtomobil qəzasında vəfat edib.